Hər anınız xeyirli olsun dəyərli izləyicilər. Keçən dəfə mövzumuz siqaretin zərərləri haqqında olmuşdu. Bu dəfə isə siqareti tərk etdiyimiz zaman orqanizmdə baş verən sürətli dəyişikliklər haqqında olacaq. İlk 20 dəqiqə sonra qan dövranı yaxşılaşır, ürək döyüntüsü və təzyiq normallaşmağa başlayır. 8 saatdan sonra qanda oksigenin miqdarı artır, zəhərli qazlar azalmağa başlayır. Bu ən sürətli və ən mühüm dəyişikliklərdən biridir. 48 saat sonra qanda nikotin və zəhərli qazlar tamamilə yox olur. Dad duyma və qoxu bilmə yaxşılaşır. 2-3 ay sonra qanın tərkibi normallaşır, damarlar açılır, qan dövranı güclənir. 12 ay sonra ağciyər özünü təmizləməyə başlayır, qandakı oksigen səviyyəsi stabilləşir və iltihab azalır. 48 saatdan sonra öskürək arta bilər, bu normaldır, çünki bədən özünü təmizləyir. İnsanın fiziki enerjisi artır, bəlğəm azalır, tənəffüs daha da rahatlaşır. Qara qatran, yığılmış siqaret çöküntüləri böyük hissə ilə çıxır. Xərçəng və infarkt riski ciddi şəkildə azalır. Tam təmizlənmə 2-5 il arası çəkə bilər, çünki siqaret qalıqları dərin bronxlarda yığılır. Sürətli təmizlənməsi üçün tövsiyələr: bol miqdarda maye içmək, çünki maye nə qədər çox içilərsə, bronxlar bir o qədər tez təmizlənir. İsti duş və buxar qəbul etmək bronxları açır. İdman etmək, dərin nəfəs alıb, 4 saniyə saxlayıb, yavaş-yavaş buraxmaq ağciyərin alt hissələrini açır. Gəzinti, yüngül qaçış, pilləkənləri qalxıb düşmək ağciyərləri hava ilə doldurur və təmizlənməni sürətləndirir. Əlbəttə, doğru qidalanma hər şeydən önəmlidir. Videonu bəyənənlərin yorumlarda rəylərini gözləyirəm.